Kəndimizin, gözümüzün qabağında böyüyən uşaqlardır. Çox qanacaqlı, tərbiyəli, halal zəhməti ilə qazanan uşaqlar. Sadəcə olaraq yəni görcüməm şok içindədir. Əmin yəni necə qiya bilər biz qardaşın, öz əmsi, öz qardaşı balasın hansı şəkildə necə qiya bilər? Yəni bu insana yaraşan bir şey deyil. Uşaqların atası yoxdur burada, fəaliyyət işləyir. Dağıstanda, Rusiya Federasiyasındadır. Anaları ilə uşaqlar qalırdı. Hətta o uşaqlar, yəni bizim bildiyimiz, gördüyümüz kimi kartuşka sahəsində bunlar, yəni fəaliyyətçiliklə dolanan uşaqlardır. Halal ruzu ilə, halal əziyyətlə dolanan uşaqlardır. Yəni kəndə heç bir zərər, yəni kimsə deyə bilməz ki, o uşaqlar hətta belə kiməsə zərrə qədər belə zərər versin mümkün deyil. Durmuşdum yolda, belə gördük uşaqlar qarşıya getdik, gördük, baltı ilə doğrayıb, uşağın beyin istiqamətindən vurum, beynin dağıdıb töküb yerə. Qız uşağı dünyasını dəyişdi, oğlan uşağı da beyin travmasından sümük qırığı əşkar oldu. Tapşırıymış yoldaşa getmə, qonşunun evinə getmə, o da gedən kimi beləncə hadisə baş verir. Özü yaxının evinə gedib, başqa evə getməyib. Onun da uşağı var, 2 uşağı var.